Qaymaq verilişi yenə efirdədir. Efirdə deyəndə ki, YouTube-dadır. Və çox uzatmadan demək istəyirəm ki, mənimlə birlikdə yenə də həmişəki kimi daimi qonağım Cəmil Əhmədov bizimlədir. Buyurun. Çox üzr istəyirəm. Siz düzünü desəniz yaxşı olar, Robert. O ciddi və soyuq səsli dedi. Siz mənə qarşı düzgün hərəkət etmədiniz. Və Dəmran Da Vinci-nin şifrəsi 61-ci fəslin sonu. Kitab oxumaq lazımdır. Və kitab tövsiyəmiz də həmişəki kimi, bütün verilişlərdə olduğu kimi yenidən kitab tövsiyəmiz var. Bu da İvan Turgenevdən, deməli, Atalar və Oğullar kitab tövsiyəmizdir. Onu da romandır, oxuyun, mariflənin. Və sizi çox gözlətmədən demək istəyirəm ki, bugün də qonağımız var. Talih Özbəyev qonağımızdır. Rejissor, aktör, senarist, vloger kimi də hərdən tanıyır, hərdən deyirlər, bilmirəm. Mən şəxsən qəbul edirəm, amma belə deyirlər. Oradan çörək qazanır. Hər nə işdir. Xoş gəlmişsən Talih Özbəyev. Çox sağ olun, xoş gördük. Sizin bu verilişdə olmaq çox xoşdur. Yazdı, dəfələrlə yazdı ki, bəs mən niyə yoxam və nəhayət sağlıq. Çox böyük həsrətlə gözləyirdim, çoxsun. Verilişin sponsoru suya da təşəkkür. Kran suyuna təşəkkür. O qeyd edirəm ki, bu dəfə stolumuz boşdur, gördüyünüz kimi. Niyə boşdur? Çünki keçən verilişdə mən baxmamsınız yəqin ki, bizim daim izləyicilərimiz bilirlər. Burada çiyələr gətirmişdi Sənan Gül Əhmədzadə bizim üçün. Cəmin onu yedi, zəhərlən fason oldu. Bəli. Sənanı verdi məhkəmə, Sənanı tutdu. Sənanı tutdu. Ona görə burada indi heç nə yoxdur. Heç kimə imkan verməm ki, Bu azar sunu da tutdurar, suyu da uzaq Biz qoyur. onsuz da buranı düd eləyəcəyik, ona görə. Azər sunu niyə düd edirsən? Bu Olmasın. dövlətin Heç bir şirkət bura pul vermədi, heç bir şirkətin qurumunu adı çəkmir. Sponsorlardan xahiş edirik. Məni çağırıb gizdir. Dövləti məhkəməyə Deyir verdi. ki, əziz tamaşaçılar, deyir ki, qoy taleyin qabağında olsun, mənim qabağımda olsun, sənin qabağında deyir su olmaz. Sən deyir öl ağzından. Yox, sponsorlar görsünlər ki, Sponsor, Lacoste-un köynəyinə gəlib burlayasan onu. Mən pul almışam. Gəl Nürnberg, mənə 5000 pul verib. Şərik. Səndə də Saçma var. bax ha. Nürnbergin orijinal məşq formasıdır, qardaşlar. Bu da həmin o yeganə azarkeşli Azərbaycan. Bəli, Nürnbergin azarkeşi. Videolar çəkəcək Mən Almaniyaya yaparım. və əziz Talih Özbəyev, bizim daimi izləyicilərimiz bilir ki, bizim elə bir ki, burada xlapuşka, klaket deyirlər, klət deyirlər. O zıvırkeş. Hə, zıvırkeş biz xlapuşka deyirik. Kino üçün vacib olan elementlərdən biridir. Mən bunu həmişə hər verilişdə qoyuram və bu verilişin ortasında belə sürüşüb düşürdü. Və bizim burada balaca bir evimiz var. Və bizi izləyən daimi izləyicilərimizdən Namiq və Bəhruz bizə Bəhruz qardaşımdır. bəli və Namiq də Ancaq qovmaq rəvə izləyir. belə bir Daha yaşasını düzəldiblər. Daha böyük bir ev. Təşəkkür edirəm. Biz də təşəkkür edirik. edirik. Pəncərələri açılır, qapısı açılır. Bəhruz ama qardaşım. Nə istəyirsən. Bunun içində indi biraz işıq işləri qalıb, santexnik işləri Ama qalıb. kimsə çimir burada. Hamamın pəncərəsi. Və bunu biz dəyişdik və artıq bu aşmayacaq deyə düşünürük. İndi qoy görək. Ev aşırı. Şu, Allah. Tamam. Alqışlar, çox sağ ol. Çox sağ ol Namiq. Bu kasıb evin rəhbəri orada. Bəli. Belə. Və verilişimizin qısaca formatını deyəcəm. Mən xəbər oxuyuram. Mənə maraqlı gələn və qeyri-adi gələn xəbərləri seçmişəm. Sizin xəbəriniz yoxdur. Siz ona fikir bildirə bilərsiniz, şərh edə bilərsiniz və Mən də bunu qoyacam burada. Hər ayılıb gedəndə eyni kalorini itirirəm onsuz o sudan aldığım şeyi. Nəysə. Bu arada əziz tamaşaçılar, bizi də izləyən indi bir acizanə 1500-2000 adam izləyir. Sağ olsunlar. Təşəkkür edirik. Onlardan da bəlkə də filmə baxmayanlar var. Ona görə də biz buradan elan etmək istəyirik ki, bəlkə də filmin kinoteatrlardadır, bütün kinoteatrlar. Durun gedin Bu ora. burasını bipləyəcək reklam olmaz. Nədə filmi kinoteatr. Ya teatrlardan da kinoteatrda reklam edirəm. Cəmaatı sən Təbrik edirəm yönləndirir. bir daha. Çox sağ ol, çox sağ ol. Burada da təbrik edirəm. Ümid edirəm ki, inşallah daha çox kinolar çəkilər və tamaşaçılarımız kinoteatrlara axın eləyər. Biz də necə deyirlər? Nəysə. Amin. Amin deyək. Deyilən sağlıq. Biz ikimiz də izləmişdik. Və hər bir işimizdə olduğu kimi mən xəbərlərə uzaqlardan başlayıram. Deməli, Amerikada maraqlı bir hadisə baş verib bu yaxınlarda. Bu qır. Next Bu belə studio. deyil ya. Mən səni bu Nəysə, çox tərəf etməyək. Next Studio təşəkkür edirik.
Amerikada bir kişi deməli darıxırmış, tək yaşayırmış, tənha yaşayan bir kişi. Alt çəkməyə. At çəkməyə. Götürüb özünü verib məhkəməyə. Özünü verib məhkəməyə. Niyə? Amerikada yaşayan həmin o tənha kişi özünü verib məhkəməyə. Məhkəmə də digər bir özünə $5000 cərimə yazıb. Bu da müsahibə verib, müsahibədə soruşublar ki, bəs nə hisslər keçirirsiniz, nə edirsiniz? Deyir, ən azından o borclu olan adamı bilirəm harada tapmaq lazım. Bu nə tənhalıqdır? Belə bir xəbər. Bu adam özünü Bipsiz gedəcək. Bipsiz gedəcək. Bu sponsorları bipləyir. Soyuşu bipləmir. Bəli, mən belə bilirəm. Bu verilişdə mən nə istəsə eləyə bilərsən. Bir dənə bilirəm sənin ürəyin nə istəyir. Prosta studiyada deyə onu eləyə bilirik. Hə, hansını deyirsən? Yer çəkmək deyil. Belə durub gedə də bilərsən. Rahat deyə o qədər rahat. Bəlkə bizim televizorumuz var balaca, üzr istəyirəm onu da deyim. Orada da nə istəsən biz veririk. Bir bəlkə dənə burada. Doğrudan göstərmə olur orada. Hə, qoy getsin. Bəli, Tahir müəllim, belə bir xəbər var. Təsəvvür edin ki, Amerikada belə bir insan. Ümumiyyətlə Amerika qanunları o qədər gicbəsərdir ki, o qədər belə hər ştatın öz qanunu var. Oradan hər cür xeyir çıxartmaq olar. Ona görə məsələn orada bir dənə qanun var idi ki, qurbağanı yalamaq olmaz. Olmaz. Hə, hansısa ştatda elə bir. Bu nədir? Elə bir ştat var, nə bilim. Ölü nə bilim nəyisə təpik vurmaq olmaz. Belə yəni yəqin kimsə qurbağanı yalayırmış bütün gün, şey eləyirmiş. Yəqin kimsə ölü heyvanlara Ola bilər o təpik vurmuş. xəstəlik yayılmasın deyə bəlkə. İndi insan başa düşmə. Qurbağan yalasın. Yəni elə bir qanun sənə gəlib sən qurbağanı yaraldığınıza görə $500. Yəni yalama. Yəni bilmirəm. Yəni orada hər cür qanun var deyə onlar da boşluqdan. Bu bekarçılıqdan eləyib məncə. Özü üçün bir şey yaradıb. Action olsun, həyatında bir maraqlı. Otaqda- Sonra çıxsın ən azından. Hə, çıxırmış ki, gedir məhkəməyə. Bu şərəfsiz də mənə süründürür. Məktub gəlir evə. İki dənə vəkil tutub özünə. Bir bu tərəfdən, bir bu tərəfdən. Gedir burada danışır. Top gəlir. Hakim də belədir ha. Etiraz edirəm. Mən də etiraz edirəm. Allah insanı tənha qoymasın, tək Bəli. qoymasın. Nə üçün özünü məhkəməyə verir? Tənha darıxdığına görə. Bekar olub, evdə olur. Təklikdən Masajda darıxır. qalırmış, bekar yemək. Özü özündən beziyib, hə. Müsahibəsi belə ki, özümdən bezdiyimə görə özümü məhkəməyə vermişəm. Doğru. Ha. Heyf ondan. Videolar səhmək istəmirmiş, ancaq sponsor videoları, hə, gedib özünə. Nəysə. Bunları da biz. Və növbəti Həmən xəbərimdə gözlə. Sən məndən nə istəyirsən? İmkan ver, biraz pul qazanaq. deməli mən ümumiyyətlə belə deyim ki, keçən verilişlərimizdə demişdim, bir daha təkrar edirəm. Bir dəfə komment gəlmişdi, ona görə deyirəm bunu. Bir komment gəlmişdi. Çox da, elə ən dəyərlisi elə bir gələn bir dənə kommentdir. Verirsə minimum 6 komment gəlir. Minimum. Yalan danışma, 40-50 komment olanlar. Minimum 6 deyir. Minimum Hə, dedim, minimum, maksimum hə. demiş ki, hə. Bəli. Sağ ol. Hə, birdən bir olmuş ki, sən istəyirsən bir dənə verilirsə ki, partlasın hamı danışsın olmaz. Sənin bir 20-30 verilir çəkəndən sonra bir Yubiley insanlar verilişimizə yenidən sizi dəvət edəcəyik. Bu Neçən- 5-dir. Beşdir. Bir də 50-də. inşallah. Oy dadam O vaxtda kimin də suzat sponsorda dolar Heç oturub bir olmaz. çaydan zaddan içərik də. Daha geniş studiya götürərsiniz. Çox. Daha geniş studiya götürərsiniz. Dostlar. Dostlarımızın yanına. Hamısını da deyirəm, bax sənin sözlərin. Bunun işini artırıram. Marka yadıma düşmə. Bu qədər bilirdim bu qədər. Mənim marka bilgim bitdi. Deməli, əziz dostlar, Titanic gəmisi bilirsiniz ki, uzun illər bundan əvvəl batıb. 120, 110 il əvvəl. Hardasa 111. ilini keçib, 1913. 13-cü ildə, hə, 113. Qonşulardır. Qonşulardır da, deyir, Saçdonda. Ha baladır, imkan verin yataq. Və deməli, bu yaxınlarda oradan sağ qalan insanlardan birinin məktubu tapılır, auksyona çıxarılıb və $400.000 auksyonda məktub satılır. Nə sir verib ki bu məktub? Yox, məktubda sadəcə deməli olmaq Da istəyirəm. sadəcə yazır ki, batdıq getdi qardaş. Məni gözləmə, ölürəm. Məsələ burasında ki, məktubu gəmiyə minəndə yazıb. Bu gəmidə nə məktub yazsadı, gəlib satasın, orada deyərsən də sözlər. Nə məcburiyyəti. Özü ilə aparıb. Bəlkə gələ bilməz. Yazıb ki, deməli yazıb ki, bu ruscadır, mən də Azərbaycanca tərcümə edirəm. Bizim aparıcı 4 dildə səbəs danışır.
Çox gözəl gəmidir və mən Heç vaxt batmaz bu. mən çox yox, Məşrumun incə yeri burasıdır ki, və deyir ki, mən çox səbirsizliklə bu səyahətin sonunu gözləyirəm. Zatım və Bomba film olacaq. Bunun sonunda qəşəng bir normal söhbət var. hə, deyir səbirsizliklə bu səyahətin sonunu gözləyirəm Bəd adam. və Allah bol bu. və istəyirəm Bol. ki, hamıya bundan danışım yazıb və hamı bildi. Hamı bildi ki, Hamı bununla danışır. Ölüb özü sağ qalıb. özü sağ qalıb, sonradan İbinə sağ da qalıb. Elə. Doğrudan deyirsən, sağ qal. Özü satıb məktubu. çıxardıb auksiondan neçə 100 ildən sonra onun ailəsi çıxardıb auksiondan. Doyulub da indi o qalmaz. $400,000 satılıb. 400 min dollar. Bəli. Ona görə məsləhət cəmiyə bir dənə məktub yazıb verin. Hər ehtimal. Nəvə nəticəmiz onu 400 Nə min. olacaq? $400,000 olsaydı, təkcə o yox da, Ən xoşuma gələn əlavə söhbətlər. 400 min. Aha. Verərdinmi bu məktuba? Kolleksioner yəqin bunu alıb da. Kolleksioner. Piyano, Kolleksioner. kolleksiyaçı. Keçən də Jeff Bezos demiş. Şeydə söylə verin. Özü belə diqqətlə muzqa olsun belə. Jeff Bezos. Olur. Dilləri qarışır da, Bəli, yəni, hər dili bildiyinə görə. Yəni 400 minə məncə yox. Dollar ha özdə. Mən Titanikdən nəsə almaq istəyirəm. Yəni o gəmidən çıxmış nəsə rulun bir şeyi, şturvalın bir Hərdən bir yeri. nəsə çıxardılar. Bir də görsən nəsə götürürlər, deyirlər hə bu. Dövdə heç nə qalmaz da, çürüyüb Çox suyun kömək altında yəni. balıqlar Oradan da. qaşıqlar da götürmüşlər. Gümüş Ha, qaşıqlar. gümüş. Məsələn, gümüş qaşıq alaram, kolleksioner olsam, kolleksioner olsam, məsəl üçün bir dənə belə çərçivədə. Ümumiyyətlə xoşlayıram mən retro Hə, şeyləri. var ümumiyyətlə? Evdə məndə o qədər köhnə şəkillər və s. var, hə. Köhnə şəkildə başqa şeydir. O albomdur. Ya. Bizdə də var. Səndə Mənim uşaqlıq şəkillərim 1916-cı ilin şəkli var səndə? 1916 mən yox idim. Sən qocasan. Mənim uşaqlıq şəklimdə lüt şəkillər var. Yox da indi köhnə xoşlayıram. Evdə köhnə əşyalar çoxdur, amma belə deyim sənə xüsusi belə, bunları yığınam eləmirəm. Uşaqların əlinə şey yığmaq olur. Alırsan oradan qırır. Köhnə əşyalar doğrudan da elə ki, mən belə təsəvvür edirəm ki, 90% kişilər köhnə əşyaya xoşlayırlar yığıb saxlamağı. Zarafatsız atırlar. Evdə atırlar. Zibil yığanıq biz. Siz zibil yığanıq, zarafatsız. Mən məsələn Yığırsan padvalar. Bu nədir? Bu nədir? bu nədir? Hə, bu belə bir nədir? şey. Hə, nəsə belə bir şey götürdü atdı. Niyə atsan? Mənim əlim gəlmir atmağa. Amma mənim də əlim Qadınlar gəlmir, çox belə qəddardır o baxımdan. Məndə nazik Nokia adapteri var. Hətta sənin bir dənə sözüm qalın Nokia adapteri də var. Gəl. Hətta. Qalın. Nə vaxt onları belə cütdaşdıracam, qəşəngliklə. Həzər Nokialar əmələ gələcək. Bir dəfə bizim bir dənə məhəllədə uşaq vardı, Samir. Hər cür iş görəndə. O səncə biri var ki, iş bacarır da, oradan atvertka çıxa burdan. Bunun belə bir qutusu vardı, orada mıxca, hər şey vardı. O dediyin o şunur. Bunları boşal, yığır belə, yığdı, biz oturub baxırıq. Bir dənə belə yanmış spiçka var idi, yanıb qutarı. Belədir. De lazım olar. Yanmış spiçkanı da atmadı. Yəni yandıra təzəsini ataq da, heç nədir yəni. Amma Biz mənim kişilər belə. dəftərlərim var idi. Yazıcı ədir bu. Xatıra dəftəri. Dəftər. Kimi sevirsin? Futbol dəftərləri var idi. Ha, Futbol şəkillər. şəkilləri yığırdı. 2002-də yadımdadır ki, biz dünya çempionatı çıxandan sonra o Ronaldo Nakleykalar yığırdı. Məndə var, Raul qaçır belə İspaniya millisi dayanıb. Daha Məndə sonra də o var. 2002-də mod idi. Sonra Məndə amma 2014-ün qəzeti də var. sən uşaqsan da. Yox, o vaxtçı şeylər var idi. Prosta 2002-nin jurnalları var idi məndə. Məndə futbol plusun Axmaq kimi götürüb onları kəsirdim, dəftərə yapışdırdım. Oxu məni var idi. 2004, 2003 futbol plus var məndə. Oxu məni var idi qəzet. Ondan nə qədər istəyirsən kolleksiya, hə, var. Sən yadıma gəlir. Oxu məni qəzeti. Hə, o sən bilməzsən. Oxu məni qəzetini. Erotik əhvalatlar. İndi bizi izləyənlər Doğrudan bilmirəm. deyirsən, Bilirlər yoxsa yox. Arxasında axırıncı səhifəsində erotik hekayələr olurdu. Necədanmı? Hə, onu biz yığırdıq. Kolleksioner o idi. Kolleksioner o. Bizim məhəllədə əyləncə də var idi bir dənə elə qəzet. Sırf Hə, o əyləncə də onun üzərində ixtisaslaşmışdı. Erotik əhvalatlar. O şəmşirini belə elədi, o nə bilim əjdahasını belə elədi. Yəni cins orqanlara ad Bəs belə verirdilər. bədii yazırdılar. Hə. Mən evdə tək idim, paltarı yuyurdum, qonşumuz gördüm ki, pəncərədən Hə, belə baxır şeylər belə. var. Hər cür Bir fantaziya. də mən Onda sənə- şəkillər idi qızlar. Bizdə məhəllədə hamımız almışdıq, heç kəs evə aparamırdı. Məhəllədə belə bir şey var idi, belə stolp kimi. Onun arxasında gizlədirdik. Bizdə şifer, belə binanın qırağında şifer vardı. Onun arxasında. Növbə ilə kimsə gördü, gəldi ki, yoxdur, bilsən kimsə aparıb oxumağa evdə, tualetdə. Znakomstvo jurnalı var idi. Ha, onu mən görmədim. Hə, o Znakomstvo jurnalı bildiyin Hə, sən o jurnal idi, o qəşəng daha 18 keyfiyyətli. plus idi, hə, şəkillər zətlər. Bir də bunu deyim İndi ki, bunlara nə var, girir telefonda baxır biz. hə, vallahi tamam uşaqlar. Amma sənə deyim ki, o vaxtı qəzet dəbi var idi. Yəni qəzet oxuyurdu zaman.
Crossword mən pul yığırdım, gedim crossword kaseti alırdım. Crossword, Nə edirsən proqram- crossword? Cavan məktəbli uşaq nə edir crossword? Proqramma var Oturub idi, oturub crossword yazırdım yazır. mən. Mən də yazırdım. Bekarçılıq. Bomboydu. Proqramma var idi, proqramma. Otururdu, Ayneşdə axşam saat... Aha, bildik ki... Qaynar. Bu niyə gələndən sonra 18 plus oldu bu veriş? Bu niyə erotik veriliş oldu? Mən- Mən götürdüm. Bunun içində var, gizlədir. Nəysə, yəni bunu demək istədim ki, cavanlar da bilsinlər. Mənim Tumurcuq qəzeti yadıma gəlir. Sizə bir dənə də Məktəbdə güclə auksiondan bir dənə də xəbər deyəcəm. İndi bunun şəklini sizə göstərəcəm, sonra izləyicilər Hə, üstündə görmüş onu, məşhurdur. Hə. Deməli, bu əziz tamaşaçılar, 6,2 milyon dollara auksionda bu skoslu banan satılıb. Niyə? Niyə? Bunu da alan həmin o deməli adam, Qardaşımız. qardaşımız Neçə satılıb bu cür? 6,2 milyon dollara. Mən onu 50 min zəl bildim. Bir dənə belə xəbər çıxmışdı 50 min. Yox, xəbərlərdə elə. Qiyməti qalxır. Qiyməti qalxır. O bilsən o şeydə live wallpaper'dır. Get-gedə qaralır. Qarala qiyməti qalxır. Doğru onu alıb nə edəcək ki? Müsahibə verib ki, mən heç nə bir neçə gündən sonra onu yeyəcəm və mən deyir təsəvvür edin ki, 6,2 milyonluq banan yeyirəm. Oy belə, nə debil adamlardır. Sən Zarafsız. Yəni söz söyləmək istədin. gör pul kimin əlindədir, qardaş? Qazanıb tamam bizi. Qazanı ver, bildimi? Mən də bir dənə reklam çəkim, bu yapışsın mənim canıma ki, nədir o 1500-2000 pul qazanır. 1500 kimdən reklam çəksin? Ay yox, valla elə belə dedim. Durub ha. Ya, Elə belə mənim sənə şeyim odur ki, ancaq reklam çəkirsən. Çək də niyə öz videolarından çəkmirsən? Öz videolarını da çəkdim. Hansını? Axırıncı dəfə nə izləmirəm. Axırıncı dəfə Kanın dayını çəkdim. Çox maraqsız idi. Yalan danışdı. Sən mən Kanın görsə onu görsən. Hansı məhəllədə dayanıb burada filan kəs olurdu, ora filan kəs. Orada filan kəs, burada filan kəs olurdu. Ya burada yadıma gəlməz sənin. Durmusan cəmaata şey edirsən də, baxmışam. Məhəllədə durmusan, dəxlisiz söhbətlər edirsən. Hə. Bunun daha ondan daha yaxşıdır. Niyə bunu ancaq reklama istifadə edirsən? Niyə başqa bir keçir? Ya, bir dəqiqə saxla. Reklamdan birində bura gəl də. Ya, gətirmə. Gətirmə. Qardaşım, sən bir yola başlamısan. Sən bizə Neandertal göstərmisən, bir Cəmil var. Qəşəng videolar çəkir. Maraqlandırmısan, verdiyin şey. Neandertal da verirəm də. Reklam verirsən də ancaq. Qardaşım, mən paraleldə də işlərim var, mən çatdıra bilməm axı. Bu məsələm üçün, paraleldə mənim işim olmasaydı. Nə işin var sənin paraleldə? Hə, 2 dənə ssenari yazır. Cızma qara. Abi 2 dənə ssenari cızma qara, o belə, bu belə də məsələ. Birini bax, oturmursan reklam çəkmə. 2 dənə yaz, bir dənə bu reklamı çəkdin, Allah canı sağ versin. Allah kəsəvə bərəkət ver. Barakat. Barakat. Burada nəsə hava bir dənə də bizə çək də. Biz də baxaq ki, hə, Cəmil bizi fikirləşib. Mən sənə şəxsi video çəkib göndərəcəm. WhatsApp-da. WhatsApp-da özdə bir dəfə baxa biləcək. Ya, danışdıq. Bunları kəsmə, ha. Yox, qətiyyən, bu qətiyyən. Bunu bir abır edeyim mən. Gözəl bir keçid oldu. Belə qolar, bunu çağırsam mən gəlməyəcəm. Gözəl bir keçid oldu, WhatsApp söhbət elədik. Deməli, Elon Musk, bu həmin o ədlafcada. Kimin üçün Bu arada onun bu xəbərdən əlavə deyirəm. 100 ən varlı adamın yenə siyasi açıqlanıb, yenə birinci yerdədir Elon Musk və 2027-ci ildə deyirlər ki, o yenə birinci yerdə olacaq. ilk trilyarder olacaq. Deyə dəmirəm, rəqəm deyə dəmirəm. Trilyarder olacaq. İlk trilyarderdir ola bilər 2027-ci ildə. Təsəvvür edirsən bunu demək. Az qalır. Cəmaatın pulunu baş. Ola bilər, sən layığı lazımdır. Şurada əziyyət çəkib. Amma o Elon Musk gedib 6,2 milyon banana pul verər? Yox. Zırt. Amma indi gör nə edib. Aha, ola pisini eləyim, moruq yeyim. Bəli, zarafatsız. Deməli, influencer Tiffany Fong, bir adam, bir influencer var. Cəmildən yaxşı olmasın, aha. Ancaq reklam çəkmir. Reklamda çəkir. Deməli, bir post paylaşıb ki, Elon Musk mənə, deməli, belə də 18 plus təkliflərlə mesajlar yazır və məni, deməli, tərk edir ki, mən ondan münasibətdə olum. Elon Musk da bu xəbərdən sonra onun X hesabını, yəni köhnə Twitter hesabını məhdudlayıb və küsür bundan məhdud. Ana mən də səni indi verirəm. Ala sən indi gör burdan ayaq. İnsanın sosial şəbəkəsi var, sən onun, aha. Onlar yəni ümumiyyətlə heç vaxt görüşməyiblər. Ən maraqlı tərəf odur ki, heç vaxt görüşməyiblər. Birbaşa özdə uşaq təklifinə keçib. Gəl məndən uşağın. Hə, o işte onsuz da 14 dənə uşaq qıza.
14 dənə uşağı var, deyə aşağıda şəkil. Bu qızın 14 dənə uşağı. Yox, Elon Elon Musk'ın. Musk'ın 14 dənə uşağı var. Bana da olur. Sən də girmə, qalereyaya girmə. Yox, şəkil. Yox, Amma izləyən sən Elon Musk'la, yəni bu prosta göbə basır da. 14 dənə şəkili var. Şəkili var. 14 dənə. 14 şəkildən partladıq 14 qız. uşağı var, bu rəsmidir də Elon Musk'ın. Bu qızın. Ya Elon Musk'ın, Elon Musk əkir də, yəni bir tərəfdən törüyür. Bir də uşaqların Popular. adları X-dir, nə bilim birinin adı Alfadır, birinin Doğrudan adı belə Birinin adı Ramdır, birinin adı nə bilim, ağzına gələn qoyur. Belə şeylər. X plus nə bilim nə. Qalmışlar Allah'ım olsun. Hə, bu qız da onu məhkəməyə verin. Ona bax. Məhkəməyə verib, hə indi o da deyib ki, bəs mən O da deyir mənim uşağımı ver. O da maraq tərəfi budur ki, o da uşaq təklifinə görə məhkəməyə vermir. X hesabının məhdudatlığına görə verib məhkəməyə. Əslində hə də, sənin haqqı yoxdur elə bir şey. Nə olsun sən müdürüsən bura? Ha, Polun haqqı var, necən haqqı yoxdur? Mənimdir. Amma adamın da bir şey Get başqa yerdə oyna. Get başqa yer, get Instagrama gir. Instagram Zuckerberg'lə get sən nə edirsən? Gör adamın kayfına bax. Cəmaatın hesabında olur. Mən Elon Musk'a başa düşmürəm. Düşüklü çıxır. Abi mən Salam, inanmıram. məndən uşağın Necə olmasın. olmaz? Sən Elon Musk- Səndən çocuğum olsun istiyorum yazıb. Ayıbdır, Elon Musk'da. Salam xanım. Çox gözəl. Abi uşaq gəl. Pozalsın, gözə görə. Amma yəni Elon Musk zarafat, yəni çox mümkün olmaz şeylər edib də. O kosmosa falan göndərmə, elektromaşınları dəbə salmaq. X-də də özü istifadə edirdi deyə. Bunu bloklayır, dedi ki, bir sənə var, pulunu verirəm anam Pulunu mənim verirəm, olsun. anam, mən Yəni işim Twitter'ın adını dəyişdi, illərin Twitter'ın adını dəyişdi. Bu da reklamdır deyərsən. Bu arada illərin Twitter'ın adı dəyişdi deyə yenə də maraqlı bir keçid elədi. Hə, də Sizin izləməm. professionalınız, Mən sizin ssenarini hiss maraqlı, edirəm. Aha. Skype. Skype bağlandı. Öyle də. 22 ildən sonra onun fəaliyyəti dayandı. Səsini də ağzımdan çıxartdım. Bunu da Özdə bitləyərsən. çox maraqlı bir şey var. Mənim yadıma gəlir ki, biz uşaq idik. Skype-la Rusiyada olan qohumlarla danışırdılar. Biz də evdə işlədik. İlk video zəng Hə, çox fərqli idi. İlk də olmasa maraqlı idi. başdan məşhur Onun idi. səsi gələndə o belə. Belə bir şey var. Belə. Nə istər keçirdiniz? Oydu da. Belə bir səsi var idi. Mən açığı, yəni Skype-ı bu xəbəri eşidəndə, mən eşitmişəm xəbəri. Skype yadıma düşdü. Yəni unutmuşdum Skype-ın olduğunu. Girdim bir baxdım və bu yaxınlarda bir Skype-da müsahibə verdik sonuncu dəfə. Hə, Doğrudan. Skype-la. Skype üzərində müsahibə də verdik ki, bu son olsun. Bu son olsun, bu son. Amma yəni ayaqlaşmalı idi. Yəni Alacam, Skype əslində ciddi danışmaq olar deyirsə, ciddi Əlbəttə ki. danışmalı. Ha, yox, ciddi. Deyirəm bu işlər şey demək olar. Mən bunu onu yox. Şeydir, sadəcə olur 2020-ci ildə o ki Zoom-un partlatdığı vaxtda Skype onu eləmədi. Skype elə bil ki o imkanı yaratmadı ki, birdən bir 6-7 nəfər qoşulsun və s. Zoom qabağa düşdü. Qardaş, yeməyən falan yeyərlər. Sən video çəkməyəsən, kimsə gələcək, çəkəcək, partladacaq. Sən nə istəyirsən məndən. Mən danlamağa gəlmə verəcək. Uşaqlar, mən bunu çox istəyirəm. Allah razı İstedadlı olsun, uşaqdır. Çox gülməli. Stop. Amma tənbəldir. Mən nə edeyim? Necə eləyək? Gəlin birləşək. Hamı komment yazsın ki, Camil video çək. Camil reklamlara 8 nəfər adam. Mən gedib danışaram sənin sponsorlarından ki, o uşağın çörəyini biraz kəsin, krantını biraz alın, o bir istedadlı uşaqdır. Məhv eləyir, özünü əsr eləyibsə 500 manat pul qazanır. Və də Cem Yılmazın sözü var, bir komediyan deyir, bomj olanda, o kasıb olanda da maraqlı. Ha da maraqlı idi, həvəsli idi. İndi belə oynuyor eləyir. Yeyib, cavabdan yeyib. Mənim balam belə insan keçir ora, ona görə heyifdir. Lazım idi sənə. Verişdə sonra. Verişdə sonra bir də söhbət edərik. Həyatımda 2 istedadlı Cəmil tanıyıram. Bəli. Nəysə. Nəysə, keçən dəfə də Cəmil bizim qonağımız. Keçən səfər də Cəmil O qonağımız. verişdə burada gördüm. qoyacam bir yerdə baxarsın. Ya Cəmil, mən Cəmilə çox gülürəm. Cəmil O birisinə. Yox, doğru. Hər ikisinə çox gülürəm. Amma heyif ki, hər ikisi də o Çox birisi razı olsun dedim. Allah razı olsun. Cemil də yəni belə yaxşı başladı. Cemil- Tappa-tarap, Cemil indi dəhşət yoxdur. İndi yenə sakitdir. Sakitləşib. Bu Cemil birisi də dəhşətdir. Mən hətta verişdə etiraf etmək istəyirəm ki, doğrudan da mən ümumiyyətlə siz də yəni xətrinizə dəyməsin, amma Azərbaycanda Cemildən daha gülməli adam mən təsəvvür edə bilmirəm. Yox, düzdür. Mən Cəmilə yəni Cemil belə bir ki, bulaq kimidir, belə. Bulaqdır vallahi. bitmir. Çıxır, hə. Daha Hər an maraqlıdır. zarafat eləyə bilər, hər mövzuda Mən zarafat yəni eləyə bilər. televizorda veriş gedir.
canlı dublaj edir və çox gülməlidir. Başa düşdün? Ya, Çox gülməlidir. Məncə tamaşaçılar hələ cəmli tam kəşf. Biz indi ətrafındayıq, görüşürük və biz onun istedadına bələdiyik, amma insan həm bəstəkar, həm ssenarist, həm aktyor, Həm həm mahnı yazarı. stand-upçı, hə, sən şey dedin. Bəstəkar, Müğənni. mahnı yazarı, söz yazarı Hər şeydə, Hər yəni şeydə. hər şey özündə birləşdirib və yaxşı da rəsm çəkə bilir. doğrudan Karikaturalar çəkir. Karikatur yaxşı çəkir. yaxşı çeləsibə vurmağı var. Ya doğrudan çox istedadlı adamdır. Çox Heyf ki, o istedadını bizdən çox bölüşmür. Amma indi burada bir keçid eləyək ki, sizin özünüz də tarix müəllim Yaxşı uzun zaman- yaxşı seçirsiniz. uzun müddətdir ki, indi başınız kinoya qarışmışdı, biri aydındır. Amma qısa metrajlardan uzaqlaşmısınız. Bəli. YouTube Yox, Əslində əslində- da YouTube kanalı var bizim də. Axırıncı videonu orada 2 il əvvəl çəkmişəm. 2 il, 3-cü ilə keçir. Reklam. Aha. Axırıncı video O da reklam reklam idi. idi. O da reklam idi. Ha, reklam idi. Mən Ondan deyirəm. qabaqki təklər nə idi? Çox üzr istəyirəm. O da reklam idi. O da yadval işte. Ya. Mən 2 il kino çəkmişəm, qardaşım. Kinoda neçə də reklam var idi? O sponsor idi. Reklam. Yəni mən niyə çəkmirəm? Deyirəm ki, mən sponsor yoxdur. Ya, Bomjdar çəkmişəm, reklam idi. Bomjdar yaxşı idi. Bomjdar son. Bomujda axırıncısı Bomujun reklam dördü. Bir dənə də qopur 500 manata. 10 dənə Bomjdan 100 boy. 3-ü reklamdır, 7-si reklam deyil. Biz Daydan, neçə daydan, neçəsi reklamdır, neçəsi reklam deyil? 8 aydan 4-ü reklam olar, 4-ü olmaz. Bu arada biri komment yazmış ki, bu 9-cu da idi əslində. Bir nəfər Birini komment. də pozumsan deyəsən. 9-cu da idi. Bir nəfər yazmış ki, 8 deyil, bu 9-dur. Ona baxarsan Doğrudan. Sən bilmirsən, tamaşaçılar bilir. Tamaşaçısına başına dönürəm. Bu sol müəllim də mənim kommentlərimi oxur. Bu sol müəllim sizin başına dönürəm. Olur. Yaxşığı, yəni çoxdan da YouTube-a şey eləmirəm, çünki filmlər və s. vaxtı. Varmı belə bir fikir? Var elə yazmışam. Təsadüfün ikincisini yazıram indi. O gülməli idi. Sən yox idin orada. Hə, yox var. Vəfasız adamdır. Mən sənə deyirəm, sən də bəğmin qoşulmusan bura, mənə landırsan. Oxu görüm Elon Musk neyini Hə, inşallah ikinci təsadüfü. Yəni təsadüf deyil əslində, prosta o personajın davamını çəkirəm niyəsə. İnşallah. Maraqlı bir şey olmalıdır. Görək, gözləyək. Bəli, bir Yazmısan mənə rol. Qəşəng bir rol var. Doğru. Xoşlamadığım rollardan. Onu da istəmirəm. Bir maraqlı xəbər də Bakıdan deyəcəm. Deməli, indi adını çəkməyəcəm. Pizza yerlərindən birinin. Gözü soruşum, Jonsdur, Jonsa, Nəysə, bunlar düzdür. Başım kampaniya eləmişdilər. Bundan sonra hər əsrləşəndə söz sürməyəcəm, Onun üçün ki, Ata söz kimi qəbul edir. Onu bilir, sözü bibləmir. Deməli, bir dənə kampaniya elan eləmişdi ki, ad günü olan şəxslərə, məsəl üçün, adətən uşaqlara aid olan bir şey deyiblər. Məsələn, 10 yaşı olur uşaq, 10% endirim. 5 yaş olur, 5% endirim və s. Sonra 90 yaşında adamı aparıblar. Doğrudan olan şeydir. 90 yaşında bir nənə aparıblar. Və deyirlər ki, 90% endirim. Ad gündə. Abi bir belə 75 oradan başlayır. 75 oradan gəlir. Hamı götürür nənəsinin babasını aparır o. Oyuna zor. Kampaniyanı bağlayarlar. Bağladılar, bəli. Bağlayalım. Nənəmizi gətirməyin. Nənə, Doğrudan, gətirin, pizzanı aparın. Bu şirkət Su istifadəçilik. yaxşı bir şey eləmişdi ki, kampaniya ad gündür. İndi 10%. Şirkət askırıb qabığa düşsün. Azərbaycanda eləməzlər. Millət imkan vermir ki. Bir dəqiqə neçə? Yaxşı ki 100 yaşlı adam yoxdur burada. 105 yaşlı adam tapıb aparaldı oraya. 5% qaytar. Sən mən 5% 90 yaşlı gedib, ondan sonra da deyiblər sağ olun. Ədə pizzadır, o mahiyyəti nədir? Ver də, yəni əslində məncə saxlamamaq olardı. İndi kim edibsə bu ən azından kampaniyanı bağlayıblar. Ümumiyyətlə, bəzən biz marketinq şirkətləri bəzən bir şey fikirləşəndə o qədər o tərəfini fikirləşmir ki, bəzən olub da məsəl üçün kampaniya başlayıb bağlanıb. Çünki boşluqları tapa bilmir. Şey eləmişdi o. Yox. Reklam eləyirdi. Hə, bildim. O türk İlk şeyləri var. sifarişlərə bizim millət elə mexanizm fikirləşdi ki, havaya düşdülər Bakıya. Hə, ilklər oradan hələ 5-6 dənə akkaunt açdı, endirimləri cırt-pırt. Baxdıca batırıq. Bağladı. Yəni Sonra kampaniya fikirləşəndə ağıllı olun. Biraz Azərbaycandır. Təliməm. Deməli bizi rubrikalarımız var. 2 dənə də rubrikamız var. Rubrika deyəndə ki, belə də özümüz üçün rubrikadır. Birinci rubrikamız deməli
mən onu burada baxım deməliyəm, üzr istəyirəm. Rubrika deyil, sadəcə bunu yeni kəşf elədiyim YouTube kanallarına aid eləmək istəyirəm. Azərbaycanda yeni kəşf olunan YouTube kanalları tapıram özümdən. Azərbaycan dilində. Adı atın tapır. Yalnız orasan. Mən bir dənəsini kəşf elədim. Aha. Bu yaxınlarda tapana kimi. Demək olar adlarını, reklam olacaq. Kino Qulpdur, adı Kino Qulpdur. Yəni insanlar çox az video çəkirlər. Axırıncı dəfə Alatablet çəkiblər, onu gördüm. Bir də Zəhər Tuluğuna. Və girdim, baxdım, gördüm, o qədər haqlıdılar ki, çox xoşum gəldi. Qaqaş bir dənə qaqaş. Nə gözəl. Belə səs, belə production olaraq yığılmağı biraz şeydir, belə səs zad oynayır və belə bir şeylər var, amma çox düzgün analiz Saqqalı edir. qəşə deyirsən, hə? Belə də saçım belə yığmışdı deyəsən. Kino Qulp. Yəni afərin uşaqlar. Yəni tənqid eləyib, Alatabanı da eləyib, Zəhər Tuluğunu da eləyib tənqid, amma çox düzgün eləyib, çox qəşəng eləyib deyə çox xoşuma gəldi. Girdim onlara komment yazdım ki, davam eləyin. Cırın ağzımıza. Bir də üstəmə tapana qədər çox üstəm uşaqlar. Ki telefon işlədir, bu nə səbəb? Düzgün adamlar ki telefon işlətməz. Hə, 2 nəfərdir, bunlar görmür. Az baxış gəlib. Hə. Deməli, izləyicisi azdan çox yaxşı. Deməli, əziz tamaşaçılar, kəşf elədiyim YouTube kanallarını deyəcəm Azərbaycan dilində. Cırtdanın macəraları adında bir YouTube kanalıdır. Burada da qeyd edəcəm, girib baxa bilərsiniz. Ağsaqqal nağıl danışır. Yox, Allahın əkbərləsən. Nə isə səhnədə çox maraqlıdır ki, səhnədə insanlar tanımıram, uşaqları əziyyət çəkirlər. Səhnədə kukla ilə indi bir skrin eləmişəm. televizorda gedəcək. Və kukla ilə sonra adam aktyor gəlir orada danışırlar edirlər. Çox əziyyətli bir işdir əslində Azərbaycan dilində belə bir kontentdə yazmaq. Səhifə yenidir, izləyiciləri azdır. Biz də dəstək olaq belə. İndi bizi də izləyənlər. Kukla teatrının uşaqları ola bilər də. Çox güman ki, ən azından biz də dəstək olaq. Azərbaycan dilində çünki uşaqlar üçün kontent azdır. Deyirlər ki, bir dənə YouTube kanal yaradaq. Partlar. Əslində uşaq kontentə çox baxılır və lazımdır, ehtiyac azdır var. Azərbaycan dilində. Ona görə. Amma yəni ancaq yəni şey çəkin, yəni reklama qaçmayın. Bəli. Və növbəti rubrikamıza keçid alır. Mən istəyirəm amcamdan axı, London bezdim, isti bastıma. Bu arada kondisionerimiz də yoxdur. Kondisionerimiz yoxdur, kurtkanla oturmuş. Allah evidir. Kurtkanla oturmuş, kondisionerimiz yoxdur. Kondisionerimiz yoxdur. Gözlə. Qara Türk geyimi. Buna sarınmış abra. Qara deymiş amma. Burada gəlin bu studiya çəkilişlər edin, kondisioner alsın qardaşım. Heç olmasın. Ya da ki sponsorlardan indi adını çəkməyəcəyimiz elektronika mağazalarından ventilyator göndərə Onyx. Hamısı Türkdən getdi. Növbəti rubrikamız ki, Elə bu rubrikamızda bir verəcəm olacaq. Baxmayacaqlar verəcəm. ya bu şeydir. Bir dənə kanal məsləhət gördümsə. Hər dəfə bir kanal. Hər dəfə bir. Hamısını birdən Tutardı gələn və eşik qatlet yoxdur. Biz bunu istəyirik 100 veriliş eləyək bunlar da. İnşallah. Növbəti rubrikamız belədir ki, biz hər gələn qonaqdan soruşuruq ki, kartof qızartması ilə qatıq necə gedir? Bax görürsən, ağız dadını bilməyən qonaq. Kartof qızartmasında qatıq yeməmsən? Nəzərə alırsan? Möhtəşəm bir dadı var. Ev kartof qızartması. Amma evdə də, evdə bişən kartof. Yağda. Free zad yox, belə, evdə. Qarğıdalı yağda. Evdə sən kartof qızart, üstünə qatıq dök, yi, möhtəşəm olacaq. Məzənər söz. Məzənər söz. Yox. Amma burası məzənər söz. Dolmadı, bu nədir? Bir dəfə yoxlayarsan. Biz də hər şeyə limon vurduğumuz kimi də hər şeydə qatıq vurmağa Yo, limon vurmağıma hər Limon şey. mən təzyiqə görə vururam. Yo, mən hər şey limon vurmağa lazımdır. Çipsinə limon, göyərtiyə limon. Çipsinə limon vurasan. Çipsi Belə onsuz da olur. xırç-xırç qatıqla o yağda eləsin görmüşəm. deyə qatıqla yemək olar. Çipsin qatığına. Amma mən onu yemərəm. Abi, çipsindən. yox. Amma qızartma kartof əladır. Bir ara Mırtdaşır, bir doğru ara da. indi bu da çox bip olmasın deyə deyirəm. Bir dənə cips firması şey buraxmışdı. Qatıqlı çipsi. Qatıqlı cips yox. Cips buraxmışdı. Və onun içərisində paketlər olurdu. Aso bu qatığa tökürdün həmin paketdəki sousu. Sos deyildi, şey idi. Ədviyyatı. Tökürdün və o sırf həmin cips qatıqla yemək üçün idi. Hə, yoğurtla yesin. Doğrudan yəni çox dadlı olur. Dadlı olur. Qızartma kartof. Bir də şey söhbəti var. Cipsə məsələn üçün limon tökürsən, cips onsuz da yeyilir ki, həm dadından əlavə xırçıllasın ağzında bir məşğuliyyət olur. Xırçıldamayacaq. Limon töksən belə pırçıq Yox, olacaq. limon biz hər şeyə vurarıq o şey. Mən çox belə qıcıqlandırır. Saçalı bence. Limon nimnaşka. Ne? Limon nimnaşka. Sən yaşın çatmır da.
MP4'lər var böyle. Bilmirəm. Neyse. Şeydə Yəni daha şeyə də limon verəcək. Ha, bəs də. Sən- burada doğrudan kəsilsin, bu burası da iyrənc deyim, mən baxmaram. Soruşursan ona göre. Ya, onu soruşmurdum. Limonla da Ben sen bir de sen özün böyle maraqlı Sən özün belə maraqlı limon çıxmağı var. Yox, bunu mənə çağırmır. maraqlı bir qarışımın olub ki, məsələn özün qarışdırmısan, demişsən, "O bu nə bombocudur ha bu." Yox oğlum, mən yeməyi elə olduğu kimi xoşlayıram. O mənim balaca qardaşım var. İqbal elə idi uşaq vaxtı. Yumurta bişirir, noxud vurdu. Eksperiment eləyirdi. Həm ölür, içinə nəsə qatır, axır aşpaz oldu. Ha, doğru. Amma bir köpüklü aşpaz. Hamı və bu nədən yumurta? Yox, aşpaz olaraq uğurlu oldu. Kifayət qədər yerdə yaxşı yerlərdə də işlədi. Sonra çıxdı getdi ölkədən. Nəysə, sözüm onda yox. Sözüm onda yox. Yox, mən xoşlayıram ki, belə. Məsələn, mən adi belə qatığı belə, məsəl üçün, yarpaq dolması üstünə belə tökmürəm. Qırağına tökürəm. Birini belə yedim, birini Mən belə ümumiyyətlə yeyirəm. qatıqla hər şeyi yeyirəm. Daha doğrusu hər şeyi qatıqla yeyə bilərəm. Hər şeyi. Qatıq. Amma mənə çox maraqlı qaldı. Kartof qızartmasını yoxlayacağam. Yoxlayın, kommentlərdə də yazın. Sulu yeməklə məncə getməz kartof. Sulu yeməklə yox, təbii ki. Bu şeydə borşa, borşa mayonez. Mayonez deyil, qaymaq deyil. Qaymaq da tökürlər, mayonez də tökürlər, smetan da tökürlər. Ən idealı mayonezdir. Doğrudan. Mayonez yaxşıdır. Nəysə, Ola. açdıq. Madalarımız Kartofu nə? yoxla. Cidden çox yaxşıdır. Amma əgər şirin kartof Tələbə olursa, tək kişi kəşfinə oxşayır. Evdə tək olub, Ola bilər. görüb qatıq var, kartoşka var, töküb yeyir. Həmin Elə bir təmin kəşf eləyir. töküb yemə. Yəni yapışdın. Töküb yemə. Baş üstə. Yanında, valla bax qaşıqdan biraz yedin, kartofdan 2 dənə yedin, qaşıqdan 2 qaşıq vurdun, bal. Ha, ayrı-ayrı yeyirsən. Ayrı-ayrı deyirsən. Özün üstünə Ama töksən. yok. Üstünə töküb yeyirsən. Biz 4 verişle edeceğiz. Ne dersin? Ben sana Üstünə tökürsən qaşıq. Üstünə Amma tökürsən. zaten bunlar üstündə. Ha, sənə bir qərara gəlir. Yağını bəs karışır. Bəs Ayağına kartof qarışsa, ya qatına da Biz açsan. 4 verişli her şeyi taşırmışız. Sen de başka şeyler taşır. Ay yok, Dur böyle gel şey buradan yemə. buradan gel. Belə şey yemə. Belə şey qatına. Doğrudan yəni hansını eləyim? Mən indi tez eləyim. Ay yok, qaşığı üstünə töküb Yaş yemezlər kardeşim. Birini belə tökərsən, belə bir dənə yersən. Bir dənə də o deyən kimi eləyərsən. Bax. Tərəfini seçərsən. Tərəfini seç. Tam ola bilərdi burada. Çoxransa biz 4 verişli taşırıq burada. Kartof qızartması qaşıqla. Hə. Kartof qızartması Mən sana qaşıqla. təəccüblənirəm də səndə. Yarpaq dolması qatıqla deyəndə nə nəzərdə tutursan? Yarpaq dolması qatıqla. Ala qatıqla indi qatıq dükkanda da satılır da. Qatıqla bir yerdə yeyirsən də onu. Amma üstünə töküb yemək brat. Üstünə töküb yedin, bütün dadını qaçırdırsan. Sən bundan ayrı tam alırsan. Bundan ayrı tam alırsan. O qardaş. Onda o bir yerdə yemək deyil ki. o ayrı Onsuz da yemək. biz yeməkləri toyda hər şey yeyirsən də. Sonra lülə ilə nə bilim nə var toyda? Aşı eyni vaxtda Stalişli yemirsən salat. ki, stalişli. Ayrı-ayrı yeyəndə sayılmır. Sonra bir qarışanda o da. Bəli. Sən onun üstünə tökəndə olur qatıqla. Avucumda onsuz da qarışırdı. Yox. Mənim böyük qardaşım, qardaşlarla misal gətirir. Məsəl üçün eyni vaxtda həm şirniyyat, həm şey yeyə bilir. Elə də eyni vaxtda tutaq ki, hə, badımcan kürüsü mürəbbə. Ha, o. Üst-üstə deyirsən, niyə deyir onsuz da mədədə qarışacaq? O qədər şeydir. Paxlava ilə bir şey yeyir, dolma yeyir. Paxlava ilə şəkər bura ilə ayran içmisən heç? Yox, Ağa, bu çox dadlıdır. Mən içməmişəm, bəlkə də ola bilər. bunun Çox bütün dadlıdır. şeyləri səncə məcburiyyətdən yaranıb çox cümə. Evdə nə var? Paxlava, orada da ayran. Paxlava ilə demirəm, Şəkər bura ayran. Bəli. Novruz bayramında şəkər bura olub, xaladenkdə ayran olub, götürüb içib deyib, ha, başdı. Bomba. Kabablar bomba. Kabablar bomba. O da aşağı. Söz deyim, doğrudan yaxşıdır o. Nə? Şəkər bura ilə ayran. Vallahi yaxşıdır. Eləmin qarnınız Vallahi ağrıyacaq. yaxşıdır. Bax, Cəmil də ki, Bu adam burada çiyələkdən zəhərlənən Cavad da adamdır. deyir bombadır. Bu adamdan çox şey demir. Bu yəqin çiyələri nə iləsə qatışdırıb da bir. Yox, çiyələk boş idi. Çiyələk bilsən nədir? Yeyirsən hard. Olsa səsi gəlir çiyələkdən. Yetişsin də gözdə. Yetişmişdi, bu boyda çiyələkdir. Dərmanlı. İndiyə kimi bu boyda çiyələk olmamışdı yəni. Bomba. Bu qədər yetişmiş. Bu qədər yetişmiş çiyələk heç vaxt olmamışdı. Dərəz bəy, təşəkkür edirəm Mən də təşəkkür edirəm. Bir daha
Təşəkkür edirik qardaş. Bu arada verişimizin bu yerində həmişə kimi bilirsiniz ki, nə olacaq? Daimi izləyicilərimiz bilir. Qapı filmi Qapı filmi hələ də kinoteatrlardadır, gəlib izləyə bilərsiniz. Amma paralelində dediyim kimi bəlkə də filmlər Bəlkə də film haqqında danışmaq istəyirsən, bütün podkastlarda danışmısan. Hə, biz çox yormayaq deyə. Yox, Biz səni yormaq istəmirik. Biz onsuz da tamaşaçıları yoruruq. Yox, verişdə onsuz kəsib şey edirik. Yox da o danış dediyim sözləri danışmışam da. Yəni kinoteatrdadır. Amma film haqqında mən sənin podkastlarının bir neçəsinə qulaq asmışam. Və filmdə bir neçə kulçavay moment var. Onun hansı ki biz xoşbəxt adamlar idik ki, ilk versiyalarına da baxa bilmişdik və bizdə ilk versiyalarda sual yaranmışdı ki, məsələn bu niyə belə idi, bu niyə belə idi və müəllifin özündən birbaşa bunun cavabını ala bilmişdik. Sən onu haçan gözləyirsən ki, məsələn üçün bu türkləri açıqlayasan? Yox da. Esse hazırlayacaqsan mı bu? Özüm oturub, yox, özüm heç nə eləməyəcəm. Məncə o kino artıq platformada olanda hansısa insanlar pauzanı basıb, geri qayıdıb baxanda yaranacaq məncə o kommentlər və o şey çünki doğrudan kinoteatrda o qədər belə sürətli Başqa şey gedir. popcorn da o şeylərdir. Mən özüm qəsdən məsəl üçün müəyyən trüklər var idi, onları açıq eləmək istəmədim. Yəni mən filmin demək istədiyim sözü belə bir finalda elə bir səhnə kimi eləyə bilərdim ki, belə elə. Mən niyəsə belə daha belə gizlin yollarla getdim. Mən də onu tərəfdarıyam ki, o açıq olaraq əgər sən işini açıq olaraq təqdim edirsənsə, sən deməli bunu düzgün göstərə bilməmisən, düzgün bacarmamısan. Yox, sən biraz çeynəyib qoyasan ağza. Söhbəti var. İndi müəyyən janrlarda ola bilər. Belə orada belə dəhşət şeylər gizlətməmişik, belə fəlsəfi mənalar və s. Sadəcə müəyyən filmin alt qatını gedən bir açarlar qoymuşuq. Hər bir müəllifin özünün bir qoyduğu bir şeylər olur. Hə, o film mənim üçün nə idi? Niyə o filmi çəkmişəmin səbəbləri var. Onları da filmdə necə gizlətmişəm. Amma Baxın, kommentdə yazın. Baxanlar spoiler verməsinlər. Həm qapı filmi, həm bəlkə də film haqqında. Baxmayanlar da bu verişdən sonra baxacaqlarsa bir daha girib komment yazarlar. Komment çox alsın. Belə komment çox alsın, cəmaət bir yazın, dostlarınıza göndərin, like eləyin. Bəli, like eləyin. Və Cəmilə də yazın ki, video. Bəli. Nə vaxt, nə oldu video? Bunu yazın. Xahiş edirəm. Kim baxır bu videoya? Bağla. Hamı Cəmildən yeni video tələb eləsin. Bəli. Reklamlar gəldi, gördünüz ki, Qutar reklam durmuş, çəkir. orada kəsdi bir şey. Gördünüz ki, reklam çəkir, girin yazın, nə oldu bu video? Başla, stop.